Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə çıxış edəcək. Sferas xəbər verir ki, aktrisa akademik musiqili teatrda Zal qızı Zalxa tamaşasında rol alacaq. Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı yanvarın 30-da tamaşaçılarla görüşəcək. Yazıcı dramaturq Əli Əmirlinin 7 Məhbusə anası pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.